İmam Rıza Aleyhisselamın doğum günü, mövlud günüdür. Peyğəmbər ailəsinin alimi deyərdilər ona. Alimi Ali Muhammed deyərdilər İmam Rıza Aleyhisselama. İmamlarımızın içində az imam olar ki, onun kimi qətiyyətlə, izzətlə imamət və vilayət mövzusunu gündəmə gətirsin. İmam Rıza Aleyhisselam öz zamanında böyük bir qüdrətə malik idi. Harun Ər-Rəşidi eşitmişsiniz. Abbasi xəlifələrin içində ən qüdrətlilərindən biri idi. Gəlib dedilər ona ki, İmam Rıza hər yerdə imaməti təbliğ eləyir. Qarşısını almaq istəmirsən? Dedi ki, Musa ibn Cəfərin öldürülməsi mənə bəsdir. Mən bir daha bu ailəyə yaxın düşə bilmərəm. Onun qanına əlimin batması mənə bəs eləyir, mən ona yaxın düşə bilmərəm. İmam Rıza Aleyhisselam qədəm qoyanda məmuna dedi ki, elə bilmə ki, məni bura gətirməklə izzətimi artırmışsan. Dedi, mən Mədinədə öz minimə minib yol gedəndə bir kağız parçasına bir dənə hökm yazırdım. O hökmü bütün İslam dünyası əməl eləyirdi. İmam Rızanın hərəminə Məşədə gedəndə elə bil kimsə sənə sığal çəkir. O məhəbbəti bütün vücudundan hiss edirsən. Allah bu dünyada İmam Rıza Aleyhisselamın o səfalı qəbrinin ziyarətindən, qiyamət günü o həzrətin şəfaətindən bizi məhrum eləməsin inşallah.